Şəxsən mən həm insan, həm də mütəxəssis kimi mübahisə edib, bundan zövq alan, udan, hansısa məsələni həll edən insan görməmişəm. Təbii. Mübahisə o deməkdir ki, hər iki tərəf və ya ən azından tərəflərdən biri emosional vəziyyətdədir və o öz nitqini idarə edə bilmir. Digər tərəf də ondan söhbətə əgər davam etsə, bunun axırı yaxşı olmayacaq. Mən hər zaman öz müştərilərimə, tələbələrimə tövsiyə edirəm ki, mübahisə anında hansısa bir variantdan istifadə eləyib, o söhbəti ya tamamilə ya da müvəqqəti dayandırın. Məsələn, deyək ki, telefonda danışırsınız, artıq qarşı tərəf müəyyən bir qırmızı xəttdən o tərəfə keçib. Adamda bu dəqiqə hormonlar Vulkan qarşı bir-birinə. sürəsi. Bəli. Siz onu əgər vulkandırsa əlinizdəki vedrədəki su ilə sakitləşdirə bilməzsiniz. Heç 3 Fövqəladə Hallar Nazirliyinin avtomobili gəlsə söndürə bilməzsiniz. Nə etməlisiniz? Vulkan püskürəndə nə edirsiniz? Qaçıb gedirsiniz. Qaçıb. Ola bilsin ki, sonra əraziyə gəlib baxa bilərsiniz. Reliefin nə gözəl nümunəsi filan deyə bilərsiniz.